Salam əziz izləyicilər və fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Temudan aldığım bir aparatı göstərmək istəyirəm. İtləri qovalamaq üçün belə bir aparat satılır qutuda. Bunların fərqli növləri var. Bəlkə də Temuda çox görmüsünüz və bunu istifadə üçün almışam və bunu sizlər üçün yoxlamaq istəyirəm və həqiqətən işə yarayırmı? Həqiqətən videoda göstərildiyi kimi var. Yəni fərqli heyvanların üzərində bunu yoxlamaq istəyirəm. Baxaq görün bu işə yarayırmı? Belə qutuda almışam. Bunların balaca, kiçik, fərqli modelləri var. 4 bucaq şəklində olan və bu qutuda bu şəkildə gəlib. Yəni adətən mənim qarşıma ulduzu biraz normal olan, istifadəçiləri biraz rəyləri normal olan bu çıxdı qarşıma. Qeyd edim ki, çoxsunda da ki, ulduzları yaxşı olmur, istifadə edəndə deyirlər işləmir. Və bunu qutusundan çıxarış eləyib. Baxaq görək bunun içərisində nələr çıxır, hamısını bir-bir sizlərə üçün göstərmək istəyirəm dostlar. Videonu yaxından daha ətraflı içərisində nələr çıxır, hamısını bir-bir sizlərə göstəreyim. Bu şəkildə də açıq və daha sonra yaxından da göstərirəm. Belə bir üzərindən USB kabeli çıxır zaryadka yığmaq üçün. Və kutumuzun içərisindən baxaq görək burada elə yığılıblar ki, buradan açmaq istəyirəm. Baxaq görək bunun içərisində nələr çıxır. Mənə də maraqlıdır, görə işləyir. Adətən olur da dostlar, çöldə səhər-səhər işə gedən adamlar, səhər-səhər adətən mən fikir vermişəm olur, çöl itləri olur. Bəzən çox vaxt düzdür, çöl itləri adama çox deşin eləmir, amma bəziləri olur ki, toplu şəkildə hücum çəkə bilərlər. Bu şəkildə aparatımız və içərisində belə kitabçığı çıxır. Belə kitabçığı çıxır, bunu istərsiniz oxuya bilərsiniz. İstifadə qaydasını göstərir. Və təbii ki, aparatımız belə bir aparatdır. Baxın, gördüyünüz kimi. Baxın. Üzərində 2 ədəd düyməsi var. Biri bu şəkildə işıqdır. Baxın, belə kamerada, burada göy şəklində göstərir, amma kamerada qırmızı göstərir. Niyə bilmirəm, baxın. Biri isə çox güman ki, bu itləri qovalamaq üçün burada istifadə edir. Wi-Fi işarəsi şəklində belə qrovkası var. Bir dənə baxın. Bilmirəm sizə səs gəlir, bunda interesli bir dənə səs var. Ola bilər ki, bəlkə də bu səs narahat edir itləri. Bir dənə mikrofonda yoxdur ya. Mikrofonda mənə bir səsi gəlir dostlar bunu. Baxın. Sizə bilirəm, biraz narahat edici səsdir. Belə bir də işığı var. İndi isə bunu birazdan çölə çıxıb baxaq görün itlərin üzərində necə effekt verəcək. Hətta pişiklərdə də yoxlayacağım bunu. Baxaq görün nə effekt verir. Bu qeyd edim ki, çox ziyan vurmur. Burada heyvan sevənlər də izləyəcək bizi. Mən də heyvan sevən bir insanım dostlar. Deməli, bu heyvanlara ziyan vermir. Sadəcə biraz qorxudur, ürküdür. Adətən çöldə səhər-səhər işə gedən adamlar və yaxud da olur da axşam vaxtı adasa gələn adamlar bu çöl itləri olur, qarşılaşdığı qorxur itlərdən çəkinir və yaxud da itlər bir də görürsünüz ki, dostlar, agresiv olur, hür, insanın yəni ki, belə deyirlər, bunları uzaqlaşdırmaq üçün istifadə olunur ki, yəni bunu bastınız, it uzaqlaşır, yəni itə heç bir ziyanlıq eləmir və yaxud da nəsə bir fiziki bir ziyanlığı dəymir dostlar, yəni belə bir aparatdır. İndi birazdan siz bunu yoxlayaq, baxaq görün bu nə effekt verir. Keçək biz yoxlamağa.